Her birinizi Allah'ın selamıyla salamlayıram az kardeşler. Sizinle bir günləri Nisa suresi 102. ayette bir kelime var. Onun barəsində istəyirəm danışam. Deməli bildiyiniz kimi ayet çox belə deyim də həmişə qalmaqallı məsələləri üzərində bəhs edilən bir ayettir. Quran yeter deyənlərin rikət çıxartmağa çalışdığı ayet bu ayetdir və yaxud da ki daim təhrifə məruz qalan ayələrdən biri də olduğunu deyə bilərəm. Bir də burada bir kəlmə var. Silah sözü keçən bir kəlmə. Mən bunu bizim bu belə deyək də oxumamış alimlərimiz var ki, içimizdə başlayırlar ağızlarına gələn danışırlar. Bir də bu silah kəlməsi haqqında. Burada keçən söz qırmızı hərflərlə gördüyünüz kimi 4 yerdə əslihətəhum kəlməsi ki var, keçibdir. 2 yerdə əslihətəhum formasındadır. 2 yerdə isə əslihətikum, yox bir yerdə əslihətikum, yenə aşağıcında əslihətəkum. 3 yerdə əslihətəkumdur. Bir yerdə isə əslihətikum şəklində. Birində təsirlik hallarındadır, bir yerdə isə 3 yerdə təsirlik halında, bir yerdə isə yəlik halında huruful cərlə gələrək keçmişdir. Bu sözə bilmirəm, bilirsiniz, bilmirsiniz, islah mənası verirlər. Amma gəlin sizə islah sözü ilə bu sözün fərqini deyim. Deməli bildiyiniz kimi s hərfi önəmli məsələdir. Ben de bu reklamı deyim. Deməli baxın, bizdə bir dənə s hərfi var. Ərəbdə isə 3 dənə s hərfi var. Birinci gələn s pəltək s deyərlər. Bu şəkildə gördüyünüz kimi müstəqil şəkili yazılır. 3 nöqtəsi ilə bilinir. Buna deyərlər pəltək s. Əgər bu 3 nöqtə qoyulmasa yəni bu işarənin nə anlama gəldiyi bəlli olmaz. Çünki altında bir nöqtə qoyanda b hərfi olacaq. Üstündə 3 yox, 2 nöqtə qoysaq t hərfi olacaq və 3 nöqtə qoysaq pəltək s hərfi olacaq. Bəzi adamlar var, dünənləri gördüm, bir qardaş da gətirib bir yazı qoyur ki, bu Quran. Deyir ki, indi sübut edin ki, sizin kitabınız, oxuduğunuz Quran, həqiqi Qurandır. Özü qoyduğu şeyi özü sübut eləmək əvəzinə tez sualı bizə yönləndirir ki, bizdən sübut istəyir. Əslində buraxın da bu hərəkəti, bu metodu buraxın. İddiaçı sizsiniz. İddia edirsinizsə ki, heç kim belə bir iddia etmir ki, əlimizdəki Quran Allahın kitabı deyil. Bu sonradan hərəkələnibdir, sonradan nöqtələnib. Siz iddia edirsiniz ki, bu sonradan hərəkələnibdir, sonradan nöqtələnibdir. Bu həqqi Quran deyil. Həqqi Quran gətirib yarımçıq, 2 dənə, 3 dənə səhifənin şəklini qoysunuz ortalığa ki, budur. Heç olmasa, onda nə işiniz var bizim əlimizdəki Quranla? Gedin əlinizdə göstərdiyinizlə din yaşayın da. Bu oyunu buraxın artıq. Yetər. İnsanları niyə azdırmaq üçün çalışırsınız? Niyə siz şeytanın, niyə siz küfrün xidmətçilərinə çevrilmişsiniz? Anlamıram. Nəysə, bir s dediyimiz kimi bir s hərfi buydu. İkinci s hərfi isə bizim s kimi yazılır. 3 dənə bu şəkildə yazılır. Pəltək s-dən sonra gələn sin hərfidir ki, bu şəkildə yazılır. Bir də sad hərfi deyilən belə bir s var. Qoy ikisini də qoyaq bura bunların. Deməli silah sözü üstündəki yazdığın s ilə keçir. İslah kəlməsi isə, salih sözü isə aşağıdakı sadla keçir. Siz də bilirsiniz, bilmirsiniz. Kökdə hərf dəyişirsə, hələ biri var nöqtə dəyişməsi, biri var hərf dəyişməsi. Nöqtə dəyişirsə belə, yəni hərf dəyişmiş olur. Hərf dəyişirsə də sözün mənası dəyişir. Yəni kök dəyişdi, sözün mənası dəyişir. Aydın oldu nə demək istədiyim. Əslihət sözündəki sin hərfi iləndir. Yuxarıda göstərdiyimiz, bax bu sin hərfi iləndir. Silah sözü ilə sadla yazılmaz, sinlə yazılar. Yuxarıdakı ilə. Amma salih kəlməsi bu sadla yazılır.
Bildiniz yəqin ki, nə demək istədiyimi. İndi gəlin zəhmət olmasa sizə gördüyünüz kimi bu ifadə, yəni silah kəlməsi ilə deyilən bu söz Quran-ı Kərimdə sadəcə bir ayətdə keçibdir. O da burada keçibdir. Mənası nədir? Mənası iki anlamı var. Bir, belə deyək də, əsas iki anlamı var. Bir, silah mənası bildiyimiz, bizdə işlətdiyimiz silah sözüdür. İkinci mənası isə, üzr istəyirəm, insan dışqısı. İnsandan çıxan pislik artıq xaric olan şeylərə işlənmiş olur. Bu iki anlamın ikisini də Quranda başqa bir şeyə verə bilmərik. Mən sizə bir şey göstərəcəm. Hələlik ki, bunu açım. Baxın, deməli, salih kəlməsi yuxarıda gördüyünüz kimi başda qoyulub və mənaları doğru, iyi, dürüst, sağlam, ərdəmli olmaq, uyğun olmaq bu şəkildə mənalarını veribdir. Və ilk keçdiyi yerdə Muslihun, Bəqərə surəsi 11-ci ayətdən başlayır və Quranda 180 dəfə təkrarlanıbdır. Qoy, bunu da göstərim, bircə dəqiqə tələsməyəyin. Deməli, baxın, xahiş edirəm, 170 ayədə 180 dəfə bu kəlmə təkrarlanıbdır, muslih kəlməsi. Və əlavə olaraq, əziz qardaşlarımız, bunların islah deyə verdikləri söz sinlə olduğuna görə, sad hərfi ilə olmadığına görə bu 180 ayənin içinə də girmir. Əlavə olaraq da burada mən bir şey də göstərim. İndi isə əslihətuhum, bax, Bəqərə surəsi və Nisa surəsinin 102-ci ayəsində 4 dəfə keçən yerin 4-ünü də gətirib silahlarınız. Mənası nədir? Silahlanmaq, silah kuşanmaq, silah donatmaq, silah vermək, fikir verirsiniz, dışqılamaq, dışqı yapmaq. Yəni, ayaq yoluna getmək anlamlarında. Quranda bu axırıncı son olan o dışqılamaq, dışqı yapmaq kəlməsi keçmir. Amma silahlanmaq mənasında keçibdir. Yaxşı, mən sözün açığı biraz maraqlandım ki, bunlar bu silah sözünə islah mənasını hardan tapıb yükləyirlər? Bir sayt var, çoxdan varmış bu sayt, mən təzə bilmişəm. Tavhid Quran Məali deyə bir sayt var. Həmən bu saytin girdim 102-ci ayəsini, görək nə deyir? Baxın, sən onlarla birlikdə olduğunda hər an haqqa bağlılıq hakikatını onlara anlat. Belə bir söz yoxdur. Ayətin ərəbisinə baxın, xahiş edirəm, burada var. Və izə kuntum fihim, və nə zaman ki sən onların içərisində olsan, fəaqamtə lehumus səlah, onlar üçün salatı bərpa elə, ayağa qaldır. Haqq sözü yoxdur. Salatı fəltəqum taifətun minhum, qoy bir tayfa da onlardan bir tayfa da səninlə bərabər iqamə eləsinlər. Və liyəxuzu əslihətəhum, və silahlarını da əxz etsinlər, götürsünlər. Fəizə səccadu, nəticədə nə zaman səcdə etdilərsə, fəlyəkunu min vəraikum, qoy sizin arxanızda olsunlar. Və liyəti taifətun uxra, və digər tayfa gəlsin, ləm yusallu, səllu etməmiş olan digər tayfa gəlsin, fəlyusallu ma'əkə, və səninlə bərabər səllu etsinlər. Və liyəxuzu və liyəxuzu hizrahum və əslihətəhum, və o qorunma vasitələrini və silahlarını götürsünlər. Və dəlləzi kəfəru, və kafirlik edən kəslər arzu edirlər ki, keşkə təxfulunə ən əslihətəkum, siz silahlarınız haqqında qafil olasınız, və əmtiətəkum, və faydalandığınız, yararlandığınız şeylərdən qafil olasınız, fəyəmilunə aleykum, və sizin üzərinizə hücum etsinlər, meylətən bir hücum etməklə, vahidətən tək bir hücum etməklə, və la cunahə aleykum, sizin üzərinizdə günah yoxdur, imkanə bikum əzən, əgər olsanız sizdən birinizdə əziyyət, nədən min matərin, yağışdan dolayı, av kunta marazan, və ya sizdən mərəzlik, xəstəlikdə olunursa ki, yəni olsa təza'u əslihətəkum, silahlarınızı soyunmaqda,
buraxmaqda günah olmaz. Və xuzu hizrakum, ehtiyatınızı tutun, yenə deyir, götürün, əxz edin. İnnallah a'addə lil kafirinə əzabən muhinə. Həqiqətən Allah kafirlik edən kəslər üçün alçaldıcı bir əzab hazırlamışdır. Ayətin orijinalı bu şəkildə olur. Amma gəlin baxaq görək nə deyir. Sən onlarla birlikdə olduğunda hər an, yoxdur bu söz, haqqa bağlılıq yoxdur. Haqqa bağlılıq deməli, hakikatini, bu da yoxdur. Onlara anlat, bu da yoxdur. Anlaşıldı deməksə, bu kəlmələr yoxdur orada. Onlarla bir yerdə əgər olsan, onların içində olsan, onlar üçün səlatı iqamə elə. Səlat sözünə bir kəlmə verməlisən. Bu nədir uzadıb qoymuşsan bura? Ya təlim elə, ya nə bilim dəstəyi ol, bir məna ver. Bu nədir? Haqqa bağlılıq, hakikatini onlara anlat. Hardan çıxartdın bu boyda sözü? Təfsirdir bu, mənalı deyil ki bu. Onlardan səninlə birlikdə olmaq istəyənlər, onlar da səninlə birlikdə neynəsin? Onlardan bir tayfa sözünü qoymayıbdır. Onlardan sadəcə onlar saxlayıb. Səninlə birlikdə olmaq istəyənlər. Orada iradə sözü yox, istəmək sözü yox. Aydındır, bu da artıq sözdür ki, sadəcə qoy onlar da səninlə birlikdə səlatı iqamə etsinlər deyir. İfadə budur. Onlardan səninlə birlikdə olmaq istəyənlər, baxın, salih kimsələrdən, salih sözü yoxdur, silahlarını götürsünlər deyir. Bunlar silahlarını götürsünlər sözünü salih kimsələr deyə tərcümə edirlər. Olmaları için artıq haqqa təslim olsunlar. Salih kimsələr, yəni aldadırlar adamlar. Bizim qanmazlar da girib buradan götürür, yəqin ki bunlar düz tərcümə veribdir. Əslində bu oyunların hardan qaynaqlandığını anlayıram. Yəni çox bundan sonra bir video hazırlayacağım. Bizim bu Psycho dediyimiz şəxs də axır vaxtlar tamam zayı çıxır, hiss edirəm. Yəni ayıb olsun buradan onu açıq deyirəm. Girib mənim də suallarım var deyir. Bu Siyam haqqında. Mənə də götürüb videosu da. Çünki ki Orxandır da səhv elədirməsə əsl adı. Bu Psycho elə alim adamdır, çox hər şeyi bilən adamdır. Qandığı qraf yoxdur. Bir neçə dəfələrdə özünü gülünc vəziyyətinə salıbdır zaten. Rəcim kəlməsi məf'uldadır. Daşlanmış məf'uldadır. Bu fail şəklindədir. Nə bilim daşlayan yox, daşlanmış, nətər dedim, rəcim, qovulmuş şeytanın şərrindən, qovan şeytanın, daşlayan şeytanın şərrindən deyə bir fikirlər paylaşmışdır. Bilmirəm, yadınızda da yəqin oxumusunuz. Orada da böyük yanlışa yol verir. Fəil formasını gətirib səhv anlamışdır. Nəysə, demək istədiyim söz bundan ibarətdir ki, bilsən yanlışlarınız, bilmədiyiniz şeyin içinə 1000 dəfə deyirək ki, girməyin. Araşdırın, dəqiqləşdirin, sonra danışın. İndi buradan girib götürürlər bu kəlməni. Sizinlə o islah olmaq istəyən kimsələrdə olmaq istəyənlər salih kimsələrdən olmaları üçün artıq haqqa təslim olsunlar. Haqq hardadır, təslim olsun sözü hardadır. Sonra sizi takip edənlər də böyle olsunlar. Bu kəlmə də yoxdur. Sizi takip edənlər sözü də yoxdur. Ayətdə arxanızda olub səllu etməyənlər də səllu etsinlər səninlə bərabər. Orada sənin sözü sizinlə deyə tərcümə ediblər. Səninlə birlikdə haqqa yönəlsinlər və onlar diqqətli davransınlar və onlar hakikatləri görməməzlikdən gəlib örtənlər gibi deyil. Kafir sözünə verdiyi anlamda düşünün. Yəni onlar kimi deyil, salih kimsələrdən olsunlar. Yenə silah sözünə salih kimsələr deyə tərcümə. Əgər onlar qafilət düşərlərsə, qafilət yenə yoxdur, sizdən salih tamamilə təhrifdir. Qardaş, bəs siz ayət oxuyursunuz Quran-ı Kərimdəki, kitab əhlindən olan kəslər, Maidə 13-də, Maidə 40-41-ci ayələrdə ayətləri təhrif elədilər. Bu nədir? Bu nədir? Bu nə hərəkət deyirsiniz? Sizin sunduğunuz dəyərlərdən yararlansınlar. Sizin sunduğunuz dəyərlərdən yararlansınlar. Böyləcə birlikə yönəlib sizinlə birlikdə hakikatlərə əyilsinlər. Əgər bu rahmət yolunda
Hardan çıxartdın bu rəhmət yolunda sözündə? Sıkıntılarda kalırsanız ve siz hastalığınızdan dolayı iyi çalışmalarda olmazsanız, bax, xahiş edirəm, diqqət edin, yağış sözünü yoxdur yerində. Bir dənə əziyyət sözünü götürüb, sıxıntı deyə verib, qalan bütün hamısını artıq böyür başını öz sözü ilə doldurubdur. Sıkıntıda kalırsanız ve siz hastalığınızdan dolayı iyi çalışmalarda olamazsanız, hastalık sözü var, iyi çalışmalarda olaması sözü de Allah unudubdur, bunlar onu düzəldirlər. Sizə bir vəbal yoktur. Sizler her zaman dikkatli olun, hakikatleri sarılın. Yoktur. Sizler her zaman dikkatli olun, hakikatlere sarılın. Muhakkak ki, hakikatler görməməzlikdən gəlib, Allah'ı anlamayanlar için hakir bırakan sıkıntılar vardır. Anlaşıldı ne demək istəyirəm? Yəni sözləri tamamilə öz mənasından ayrırlar, istədikləri kimi yozurlar, istədikləri kimi təhrif etmişlər. Bizimkilər də götürürlər, ağına, bozuna baxmadan ayəti istədikləri kimi təhrif edirlər. Dediyimiz kimi Tevhid, Kur'an meali, ben sadece dəhşət şeyler var burada. Yani hiç girmək də istəmirəm. Sadece sizinlə bunu paylaşdım ki, bu da bir reklam sayılmasın. Yani bunların qaynaqları budur. Bu saytdir. Buradan girirlər, nə ağıllarına girir, çıxarıb orada cəmaatın başını xarab edirlər. Qaldı ki, əziz qardaşlar, musli dediğimiz kimi salihə sözü gördüğünüz kimi sad, lam, ha hərfidir. Amma o birisi ise sin hərfi, silah sözü ise sin hərfi. Bir də açım o birisini də göstərim yenə. Sin hərfi, lam hərfi, ha hərfi. Yəni sadla sin hərfinin yeri dəyişdirilir. Bunlar tuharrif kəlməsi hərfin yerini dəyişdirmək zaten elə kök buradandır. Bunu da təhrif olduğunu düşünmürlər ha. Çox gülməlidir. O gün dünən bir video çəkmişdim. Asif sözündə ayn hərfini yiyir, səhv sözünü saxlayır. Sonra da deyir ki, burada səhv düzülməkdir. Şey deyil, şiddətli külək deyil. Və yaxud da bənənəhu kəlməsində bina sözünə götürür. Bir qardaş da mənim yorumumun altına yaxşı yazmışdı. Deyir, bənənəhu bina etmək deyil, banan deməkdir. Oxşur da qardaş, banan sözünə də yaxındır. Bəlkə banan sözüdür. Anladınız ne demek istediğimi? Yani her oxşar şeyi bizim səslənmədə bənzətmə kəlmələr götürüb yerinə dəyişib onu qoymaq, bu Allah'a xəyanətdən başqa bir şey değil. Salam olsun hidayətə tabi olanlara.